Şikayətim bel ağrıları idi. Çox əziyyət çəkirdim. Ağrılardan qıvrıla-qıvrıla qalırdım. 3 ildir müalicələr də eləyirdim, heç bir fayda görmədim. Ağrı harda başlayıb hara yayılırdı? Bütün onurğa boyu demək olar ağrım vardı. Elə belimdən düz boynuma qədər ağrı hiss eləyirdim. Nə qədər tok müalicələri, nə qədər müalicələr elədim, heç bir fayda görmədim. Diaqnozunu bildikdən sonra ki, onurğanda şiş var. Niyə əməliyyat elətdirmədin? Niyə belə biraz da gecikdirdin? Əməliyyatın yəni o sonraki fəsadlarını dedilər, ondan qorxdum açığı. Dedilər yəni sidik birdən ola bilər, qaçırma olar, ondan sonra böyük bayırı hiss eləməzsən, qılçalarında şikəstlik olar, ondan qorxdum. O yəni qorxudan elətdirmədim. Bir ildə boşladım, sonra əməliyyata elə bir. Bəs nə yaxşı, bir il sonra bizə müraciət etmək qərarına gəldin? Sizi araşdırdım, gördüm ki, aparatdan eləyirsiniz, nəticələri çox üstünlük verir. Güvəndim, gəldim sizin yanınıza doktor. Allah kömək olsun. Allah balazı saxlasın. İndi əməliyyatdan qorxun varmı bu dəqiqə? Bax, birazdan əməliyyata girəcəksən. İçində həyəcan, narahatçılıq varmı? Yox, indi qorxum yoxdur. Çünki sizə güvənib gəlmişəm. Allah kömək olsun. İnşallah gözəl olar. Allah şəfanı versin inşallah. Xəstəmizin onurğasında nevronom adlandırdığımız şiş vardır. Onurğaya fikir veririk. Onurğa kanalıdır, ayağa gedən sinirlərdir. Amma xəstəmizin bu sinirində gördüyümüz şiş böyüyərəkdən onurğa kanalına bayıra doğru inkişaf eləmişdir. Bu sinir əməliyyatları riskli və təhlükəli olduğuna görə mikroskop və biz Almaniyadan gətirilmiş neyromonitor nəzarəti altında bu əməliyyatı edirik ki, xəstənin ayağına və çanağına gedən sinirlər zədələnməsin. Allah şəfa versin, keçmiş olsun. Əməliyyatımız gözəl və uğurla başa çatdı. Özümüzü necə hiss edirik? Allah köməyin olsun həkim. Çox yaxşı, çox yaxşı. Çox razı qaldım sizdən. Çox özümü yaxşı deyirəm. Gələndə çox əziyyət çəkirdim. Nə qədər də müalicə almışdım, heç bir faydasını görməmişdim. Əməliyyat da deyirdilər, qorxurdum. Araşdırdım, sizi tanış elədilər mənə. Çox məmnun oldum. İndi nələr dəyişdi? Ayaqların işləyirmi, gəzirsənmi? Çanaq orqanları funksiyaları necədir? Əməliyyatın üstündən bir sutka vaxt keçib. Əladır, əla. Özümü çox yaxşı hiss edirəm. Belə bir anladan təzə olmuşam. Özümü elə hiss edirəm. Maşallah. Narkozdan ayılanda birinci nəyə diqqət elədi? Ən çox qorxum həkim açığı ayağımdandır. Elə narkozdan ayılan kimi ayağımı dəbərtdim, gördüm ayaqlarım çox yaxşı hiss elədim. İşləyir, çox gözəl. Sevindim. Çox gözəl, çox gözəl. Allah köməyiniz olsun. İndi onurğasında şişi olan və bundan illərlə əziyyət keçən xəstələrə nə tövsiyə eləyərsən? Qorxmağına dəyməzmiş. Yəni adam özünü düzdür, qorxuzur, amma dəyməz. Gəlib bir yolu can qurtarmaq elə onun çıxış yoludur. Bu əməliyyatlarda önəmli olan odur ki, gəzə-gəzə gəlib, gəzə-gəzə getmək çox önəmlidir. Çünki o siniri qorumaq çox önəmlidir. Bizim də əməliyyatımız mikroskopik və neyromonitor nəzarətində oldu. Çox şükür ki, bu gün ayaq üstə gəzirsən. Allah şəfa versin. Sağ ol həkim. Allah balası. Sağ olun, var olun. Çox sağ ol.